Bəzən bir söz bütün həyatımızı idarə edir. Bəzən insanlar sözlərlə qorxudulurlar. Elə danışırlar ki, sanki o sözlər Allahın öz dilindən səslənir. Amma hər söz bir insandan çıxırsa, o sadəcə fikirdir, hökm yox. İnsanlar 100 illərlə bəzi sözlərə boyun əyməyə məcbur olub. Qədər, yazı, taleyin hökmü, qismət, bu sözlər bizə dəyişməz ssenari kimi təqdim edilib. Amma biz Avatar layihəsi olaraq deyirik, qorxma. Bu sözlər düşündüyün qədər qorxulu deyil. Biz bugün qədər sözünün izinə düşürük. Haradan gəlib, nə deməkdir və niyə bizi bu qədər təsiri altına alıb? Çünki həqiqətə gedən yol sözün etimologiyasından keçir və biz o yola artıq çıxmışıq. Bizi islah edən sözlərin mənası